Sabah xeyir olsun değerli izləyicilərimiz. Martın 5-idir və səhər saatlarında biz artıq Telegram siqnal kanalında satış əməliyyatı, qızılın satış əməliyyatı haqqında anonsları paylaşdıq və demək qızılda 5175'lərdən satışlar 5165'lərə qədər, take profit və 5160'lara qədər, 65 və 60'lara qədər. Deməli 65'lərə qədər demək olar ki, gəldi. Növbəti hədəfi 5160'lardır. Yəni ondan aşağı formalaşsa, təbii ki 5154'dən aşağı formalaşsa, qiymət 5137'lərə qədər gəldi. Ümumiyyətlə siqnal kanalında biz hansı siqnalları paylaşırıq, hansı valutalarla paylaşırıq? Biz yəni deməli valutalardan euro dollar, funt dollar, dollar Yaponiya, dollar frank, funtun Yaponiya rəqabəti, funtun franka olan rəqabəti, eyni zamanda əmtələrdən qızıldır, neftdir, deyək ki, gümüşdür. Sonra coinlardan Bitcoin ilə Ethereum paylaşırıq, siqnalları veririk. Sonra da Nasdaq, S&P, Dow Jones, DAX-lar, DX'lər haqqında, yəni ətraflı dəqiq məlumatları, rəqəmləri paylaşırıq. Yəni gün ərzində ən azından 15-20 siqnal paylaşırıq. Yəni Telegram siqnal kanalına üzüm var istəyirsinizsə, yuxarıdakı WhatsApp nömrəyə yazın. Sizi təbii ki ödənişlidir. Hər bir sizin büdcənizə uyğun, hər bir yəni büdcənizə uyğun, yəni qiymətlər mövcuddur. Yəni qoşula bilərsiniz. Keçək biz qızılda, yəni alış əməliyyatları aradan gələcək. Alış əməliyyatları qızılda ilkin olaraq, yəni erkən alışlar 5180'dən, ardasa bir 10 dollara yüksəlişlə əsas alışlar isə 5190'dan gələcək. Gümüşdə nələr baş verəcək? Gümüşdə də alışlar artıq demək formalaşar bir neçə saatdan sonra. 85-100'lərdən sonra alışlara girə bilərsiniz gümüşdə. Satışlar isə 84-100'lərdəndir. Neftə gəldikdə isə neft artıq yenə bildiyiniz kimi biz 83'lər demişdik, 85'lərə qədər gəldi. Artıq yenidən alışlarda, yəni bu dəfə 84-90'lardan sonra yenidən sürətli alışlar var. Amma aşağı gəlsə dəstək götürəcək yeri 82-30'lardır. Yəni ümumiyyətlə biz qısa net rəqəmləri deyirik, amma ətraflı isə Telegram siqnal kanalında biz paylaşırıq. Bitcoin'ə gəldi isə alışlar 73-400'lərdən, satışlar isə 71-500'lərdən olacaq.